Ve aleykümselam ve rahmetullahi ve berekatuh. Bir Müslümanın çimərliklərə gedib istirahat etməsi nə qədər doğrudur deyə sual verilmiştir. Sualın cavabına gəldikdə. Elhamdülillahi vahdə. Vessalatu vesselamu ala men la nebiyyə ba'də amma ba'd. Dəyərli Müslümanlar, ümumiyyətlə şəri qaydalarda hər hansı bir halal haramın hökmünü tapmaq üçün o işin əslinə qayıdır. Vardır bir işin əsli, bir də var onun nəticəsi. Bu işin əvvəl əslinə baxılır. Çimərlik. Çimərlik dediyimiz nədir? Dəniz sahilində, dənizin suyundan, qumundan, havasından istifadə edib və orada edilən istirahətə deyilir. Əgər burada dənizdən, onun qumundan, onun günəş vannasından istifadə etmək nəzərdə tutulursa, təbiidir ki, bu halaldır. Dəniz sahillərində, çimərliklərdə istirahət etmək halaldır, icazəlidir. Burada heç bir problem yoxdur. Bu, məsələnin əslidir. Gələk məsələnin ikinci tərəfinə, nəticəsinə. Çimərlik dediyimiz bu günləri bizim yaşadığımız ölkədə və yaxud da ki, hər kəs öz yaşadığı ölkədə onun durumuna baxsın. Onun yaşadığı yerdəki çimərliyin durumu nədir? Əgər kişilər qadınlara qarışıbsa, əgər kişidir, çimərliyə gedir və orada kişiləri və qadınları Allah Subhanahu əmr etdiyindən çox açılıblarsa, açıq-saçıqdırlarsa orada və bunun gözü də onu görəcəksə, o zaman bəli, məsələnin artıq rəngi dəyişmiş olur. Burada durum dəyişir. Çünki sən bilərəkdən özünü təhlükəli yerə atmış olursan. Allah Subhanahu Teala Ən-Nur surəsi 30-cu ayədə belə buyurmuşdur. Əuzu billahi mineşşeytanirracim. Qul lil-mu'minina yaghuddu min absarihim və yahfazu furucahum. Zalika azka lahum. İnnallaha xabirun bima yasnaun. Möminlərə de, bax ey Allahın qulu, sənə səslənir ha, Allah Subhanahu Taala. Möminlərə de, gözlərini qorusunlar, cinsiyyət üzvlərini qorusunlar. Bu onlar üçün təmizlik baxımından daha xeyirlidir. Allah sizə nə etdiklərinizdən xəbər verir. Bəli, ayədən göründüyü kimi Allah Subhanahu Taala tövsiyə edir möminlərə. Etməyin belə. Gözünüzü təhlükəyə atmayın. Deməli, bizim bugünkü əgər çimərlik durumu bu şəkildədirsə, heç bir müsəlmanın haqqı yoxdur ki, düşünsün ki, mənə nə, o gəlməsin. Yəni, o qadın gəlib çimərlikdə çılpaq olub, soyunmasın və orada çinməsin. O gəlir, mənim günahım deyil ki, xeyr, özünü aldatma. Özünü aldatma ey Allahın qulu. Ya özünə elə yer seç ki, o yerdə sən bunları görməyəcəksən və yaxud da ki, gözünlə gördüyün o qadına görə özünü alovda yandırma. Sənin o istirahət dediyin cəhənnəmdə özünə yer ayırırsan. Gözünlə baxdığına görə, hələ səni dünyada daha hansı fitnələrə, fəsadlara aparma ehtimalı vardır, o ehtimallar Allaha qalmışdır. Ona görə də çimərlik deyəndə kimsə istirahət edirəm, özüm bilərəm, daha mən nə edim deməsin. Sən bilginən ki,
Dünya davam etdikcə qiyamətə doğru daha da acınacaqlı bir yerə çönür. Yaşanması daha da çətin bir yerə çönür sürət ilə get-gedə. Bu kimin üçün yaşanması çətin olan yerə çönür? Möminlər üçün. Bu müşrik və kafirlərlə əlaqəsi yoxdur ki, dünya daha da onlar üçün cənnətə çönür. Kafirlər üçün, müşriklər üçün. Çünki istədikləri hər şeyi həmən əldə edə bilirlər. Zinanı, haramı, böhtanı, nə istəsələr bir anda əldə edə bilirlər. Bəs mömin necə? Cənnəti həmən əldə edə bilirmi? Nə qədər çətindir. Gözünü qorusun, qulağını qorusun, dilini qorusun, nə etsin? Görün, nə qədər çətinləşmişdir. Bəli, ona görə də dəyərli müsəlmanlar, illa ki bu yay mövsumunda buna diqqət edək, istirahət edirəm deyə gedib başımıza bəlalar açmayaq və yaxud da ki, aləmlərin Rabbi ilə öz aramızı pozmayaq bu əməllərimizə görə. Kimdə də nə olubsa, buna həmən tövbə etmək lazımdır. Ya eyyuhəl-ləzine əmənu tubu ilallahi təvbətən nasuhə. Təhrim surəsi 8-ci ayə. Ki, ey iman edənlər, Allaha nəsuh tövbə edin, dönün. Yəni, dönmək lazımdır, dəyərli müsəlmanlar. Allaha qayıtmaq lazımdır. Özümüzü qoruyaq, gözümüzü qoruyaq, əhlimizi qoruyaq. Çünki biz sözün əsli mənasında bir alovun ortasında yaşayırıq. Biz Allahın Resulü sallallahu aleyhi və səlləmin və onun sahabələrinin yaşadığı yerdə yaşamırıq. Yəni, onlar üçün yaşamaq bu baxımdan nə qədər rahat idi. Gözləri çılpaq qadın görmürdü və digər haramlar bu qədər rahat deyil idi. Amma bu günləri biz alovun tam mərkəzində yaşayırıq. Ona görə də daha diqqətli olaq, sənin Rabbin də unutqan deyil. Rəbbin heç vaxt sənin bu xidmətini unutmaz. Sən bu qədər haramın içində, əgər gözünü, qulağını, dilini və bədən üzvlərini təmiz çıxarda bildinsə, xoş sənin halına, xoş. Allah subhanahu teala yardım etsin bütün möminlərə. Vəl-ilmu indallahi teala və axiru da'vana enilhamdu lillahi rabbil alemin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.